Salam uşaqlar, 10-cu sinif buraxılış OTK sınavının məktublar və mətnlərinin izahını verirəm. Baxaq. 69-cu suala. Şirkət gələn bazar ertəsi saat 10:00-da iclas keçirəcək. Gələn bazar ertəsi saat 10-da iclas keçirəcək və bu iclas 7-ci mərtəbədəki əsas konfrans zalında olacaq. Bütün işçilər vaxtında qatılmalıdır və burada yeni iş qaydaları müzakirə olunacaq. Bütün işçilər vaxtında qatılmalıdırsa, onda onlara elə bir şans verməyiblər ki, come-late geciksinlər. Bu həftə olmayacaq, dedik, gələn həftə olacaq. 10-cu mərtəbədə olmur. 7-ci mərtəbədə olur. Daha sonra D variantına baxaq. İşçilər tərəfindən keçirilmir. Department tərəfindən keçirilir. Ona görə B variantı. Yetmişinci məktuba baxaq uşaqlar. Mən 2-ci kurs tələbəsiyəm və mən qırmızı kürək çantamı universitet dəhlizində itirdim. Kitablarım və kiçik bir dəftər çantamın içində idi. Çantamın içərisində heç bir qiymətli əşya yox idi. Əgər onu tapsanız, xahiş edirəm 3-cü mərtəbədəki tələbə şöbəsi ilə əlaqə saxlayın. Düzgün variantımız nə olacaq uşaqlar? D variantı. Dəyərli heç bir şey yox idi. Elə bu məktubdan götürülüb. Yetmiş birinci suala baxaq uşaqlar. Baxın, Jane Annanı ad gün partisinə dəvət eləyir. Bu parti saat 17:00-da şənbə günü keçiriləcək və dəniz kənarının yaxınlığındakı yay evində keçirilir. Və orada olacaq musiqi, oyunlar və tortlar. Tort və deyir, mən ümid edirəm ki, sən gələ bilərsən. Baxaq, demir ki, qonaqlar gələndə özlərindən tort gətirsin. Deyir, sadəcə partidə tort olacaq. Daha sonra gələn həftə keçirilmir. Şənbə keçirilirdi, biz burada dedik. Daha sonra dəniz kənarının yaxınlığındakı yay evdə keçiriləcək. D-də Annanın ad günü yay evində keçirilmir. Jane Annanı öz ad gününə dəvət edir. Y-də Anna ad gün partisinə dəvət alır, doğrudur. Gəlin indi mətn oxuyaq uşaqlar. Dir Laza Azərbaycanın Qusar rayonunda yerləşən dağ kəndidir və bura ölkənin şimalındakı nədir? Ölkənin şimalındakı ən populyar turist məkanlarından biridir. Və Laza kəndi tarixən vacib ticarət və karvan yolları üzərində yerləşmişdir. Bu kənd öz möhtəşəm təbiəti, təmiz havası və zəngin mədəniyyəti ilə uşaqlar məşhurdur. Və kəndin mərkəzində 300 illik tarixi məscid yerləşir. 300 illik tarixi məscid yerləşir. Və Lazanın mənası ilə bağlı bir neçə əfsanələr var. Bəziləri bunu ağ rəng mənası verən Latsar sözü ilə əlaqələndirir.
Laçsar sözü ilə əlaqələndirir. Bu yayda hansı ki white color ağ çiçəklərin bolluğu qışda Lazanın qar örtüklü mənzərəsi ilə izah olunur. Bir çox insan dağ və şəlalə və dağ mənzərələrindən zövq almaq üçün ziyarət edir. Village kənd qışda donan və nəyə oxşayan uşaqlar? Buz divarlarına oxşayan neçə iki böyük şəlalə ilə məşhurdur. Laza həmçinin yürüyüş, ondan sonra dırmanma və şəkil çəkmək üçün yaxşı məkandır. Laza əhalisi əsasən nə ilə məşğul olurdu orada? Heyvandarlıqla və kənd təsərrüfatı ilə məşğul olur. Onların çoxu yayda neynərdilər? Yayda sərin, qışda isə isti daş evlərində yaşayırdılar. Yaxınlıqda olan Şahdağ Milli Park öz rəngarəng flora və faunası ilə turistlər arasında məşhurdur. Gəlin indi suallara baxaq. 72-ci suala baxaq uşaqlar. Bizdən nə soruşur 72-də? Şahdağ Milli Parkı nə ilə məşhurdur? Nə ilə məşhur idi uşaqlar? Sonda nəyi dedim? Dedim flora and fauna. Baxın həmin hissəni dedim ki, flora and fauna. Ona görə doğru variant olacaq C variantı. 73-də mətn əsasən nə haqqındadır? Biz bu boyda mətndə nədən danışdıq? Laza kəndindən. Bu harda yerləşirdi? Azərbaycanın şimalında yerləşirdi. Bayaq həmin hissəni baxın, buradan oxudum. Görürsüz? Ona görə A variantı tam doğrudur. 74-də mətnə görə doğru fikirləri seçin. Bəli, burada məsciddən danışdı. Biz də dedik ki, kəndin mərkəzində yerləşirdi. Baxın, həmin hissəyə. Kəndin mərkəzində yerləşirdi. Amma orada demirdi ki, mərkəzindən uzaqdaydı. Ona görə biri biz səhv götürərik. Daha sonra 2-də mətndə kəndin yerli əhalisinin zəngin, müxtəlif mədəniyyəti olduğunu qeyd edir. Bəli, zəngin mədəniyyəti var idi oranın. 2 doğrudur. 2-ni götürək. Daha sonra 3-ə baxaq. Şəlalələr qışda donaraq buz divarlarına bənzəyirdi. Resemble-dır, look like-dır. Bunlar bənzəmək, oxşamaq deməkdir. Biz də bayaqları həmin hissəni oxuduq buradan ki, the village is famous for its too big water walls. Baxın, look like ice walls. Həmin hissədən oxuduq, bəli. 3 də doğrudur. 4-ə baxaq. 4 yanlışdır. Həmin yerdə biz dedik ki, yayda daş evlər sərin olurdu, qışda isə isti olurdu. Ona görə 4 yanlışdır. 2-3 B variantı. 75-ci suala baxaq uşaqlar. 75-də Lazanın adı ilə bağlı biz mətndə oxuduq burada. Dedik ki, hansı ki bu ağ rəng mənasını verən laçsar sözü ilə əlaqəli idi. Həmin hissəni baxın biz oxuduq buradan. Baxın buradan. Və nə dedik? Dedik ki, bu yayda ağ çiçəklərin bolluğu, qışda
qar örtüklü mənzərəsi deməkdir. Düzdür? Ona görə biz 75-ci sualda doğru cavab götürərik 1-i və 3-ü. Y variantı. 76-da yanlış istəyir bizdən. Baxaq. Heyvandarlıq Laza əhalisi üçün əsas iş idi. Doğrudur. Kənd təsərrüfatı, heyvandarlığı dedik. 1 doğrudur. 2-də Lazadan uzaqdaydı Şahdağ. Xeyr, yanlışdır. 3-ə baxaq. Laza ilə bağlı çoxlu əfsanələr var idi dedik. Doğrudur. 4-də isə deyir ki, böyük şəlalələr soyuq havada donmur. Xeyr, donurdu. 4-də yanlışdır. 2-4. Bu qədər uşaqlar. Uşaqlar, əgər videonun sizə bir yararı oldusa, like etməyi və abunə olmağı unutmayaq. Burada bol-bol sınaq izahları görəcəksiniz. Topludan hansı ki, qrammatik izahlar görəcəksiniz. Mətn və listening izahları ilə də qarşılaşacaqsınız. Uğurlar sizə.